Deyir, bəlkə mən vaxt versəm, bunların arası düzələr. Ötələdiyi problem daha böyük problem olarak geri dönür. O yüzden dediğim mevzu ondan ibarətdir ki, idarə etmə, yani şirkətlerde en önemli şey məlumat akışın sürətidir. Şəffaflığı və sürətidir. Eğer sen bu sürəti təmin edə bilmirsənsə, sürətli qərar verə də bilmərsən. Və sən bunu ötəliyirsənsə, bazar itirəcəksən. Bunun başka bir adı yoktur. Ya bazar itirəcəksən, ya komandanı itirəcəksən. Kommunikasiyada doğru qurulmadığı müddətcə sən koordinasiya qura bilmərsən. Koordinasiya təmin edə bilmərsən. Çünki sənin strukturun bir-birinə bağlıdır. Sən bunları barışdırmaqla məşğuldursansa, sən şirkətin işin getməyəcək. Ona göre de departmanlar arasında zəncir, bağ, prosesler yazılı olmalıdır və qərar sürətli olmalıdır. Olabilir kesişen nöqtələr. Bu kesişen nöqtələr kimin üzerine düşürsə vermək lazımdır. Bu da həftəlik toplantılarla müəyyən edilməlidir.